Qızılın qiymətində yeni rekord. Bahalaşma hansı həddə qədər davam edəcək? Aprelin 1-də dünya bazarında qızılın qiyməti növbəti dəfə tarixi rekord vurub. Belə ki, London əmtəə birjasında qiymətli metalın bir unsiyası 3150 Amerika Birləşmiş Ştatları dollarına qədər bahalaşıb. Hazırda isə qiymət 3130-3145 Amerika Birləşmiş Ştatları dolları arasında dəyişir. Konkret olaraq 999,9 əyar qızılın 1 qramının qiyməti 101 Amerika Birləşmiş Ştatları dolları, təxminən 171 manat, 750 əyar qızılın 1 qramının qiyməti 76 Amerika Birləşmiş Ştatları dolları, təxminən 130 manat, 585 əyar qızılın 1 qramının qiyməti isə 59 Amerika Birləşmiş Ştatları dolları, təxminən 100 manat təşkil edir. Report sarı metalın qiymətindəki son artım, bunun səbəbləri, onun dünya və Azərbaycan bazarına təsirini araşdırıb. Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini, qiymətli metallar və qiymətli daşlar standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanovun sözlərinə görə Donald Trump hökumətinin tariflərdə elədiyi dəyişikliklər qlobal ticarət müharibəsinin genişlənməsi bir çox bazarlara olduğu kimi qızıl bazarına da əhəmiyyətli dərəcədə təsir eləyib. Nəticədə, xüsusən son 2 ayda qızılın qiymətində nəzərə çarpan artım müşahidə olunub. Bu da investorları təhlükəsiz aktivlərə, xüsusən qızıla yönəldib. Qızılın qiymətlərinin artması təkcə ticarət siyasətinin təsiri ilə deyil, həm də Amerika Birləşmiş Ştatlarının fiskal siyasəti, iqtisadi artımın yavaşlaması ilə bağlıdır. Bu ilin birinci rübündə qızılın qiyməti 20%-ə qədər artıb. Qlobal bazarda ticarət müharibələrinin kəskinləşməsi, həmçinin əsas mərkəzi bankların siyasətləri qiymət artımını dəstəkləyən başlıca amillər arasında olmaqda davam edir. Təhlillər göstərir ki, qızılın qiyməti yaxın gələcəkdə daha da yüksələcək. Əmircanov deyib ki, Azərbaycan bazarında satış qiymətləri 999,9 əyar qızıl üçün 180-200 manat, 750 əyar qızıl üçün 150-170 manat, 585 əyar qızıl üçün isə 120-140 manat arasında dəyişir. Digər metallara gəlincə, gümüşün qiyməti ümumilikdə 34 Amerika Birləşmiş Ştatları dolları səviyyəsindən yüksəkdir. Platin 990-1000 Amerika Birləşmiş Ştatları dolları, palladium isə 1015-1020 Amerika Birləşmiş Ştatları dolları arasında ticarət olunur. Əsas artımsa qızılın qiymətlərində müşahidə olunur. Azərbaycanda da qızılın qiyməti beynəlxalq bazarlarda baş verən dəyişikliklərdən təsirlənir. Gələcək proqnozlara gəlincə, qızılın qiymətinin qlobal iqtisadi və geosiyasi amillərin təsiri ilə daha da artması gözlənilir. Bir unsiya üçün yaxın zamanlarda qiymətin 3500 Amerika Birləşmiş Ştatları dollarına çatmasını proqnozlaşdıra bilərik. Ekspertin fikrincə, qiymətli metallardan fərqli olaraq qiymətli daşlar bazarında, xüsusən də brilyantların qiymətlərində son zamanlarda azalma müşahidə olunur. Dünya miqyasında brilyantların istehsalının artması, yeni mədənlərin açılması və istehsal gücünün artırılması qiymətlərin düşməsinə səbəb olub. İnsanlar daha çox təhlükəsiz sərmayə vasitələrinə, xüsusən də qızıl kimi likvid aktivlərə yönəlirlər. Bu da brilyantlar kimi qeyri-likvid aktivlərin tələbinin azalmasına səbəb olur.